بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين، وصلى الله على سيدنا ونبينا أبي القاسم محمد. اللهم صل على محمد وعلى آله المعصومين المكرمين المنتجبين، واللعن على أعدائهم أجمعين إلى يوم الدين. أما بعد، رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. Her birimizin inşallah başı sağ olsun. Allah özümüzü, ailelerimizi, övladlarımızı, hanımın, ailesinin ve övladlarının yolunda sabit qədəm eləsin inşallah. Hanım Xədicə salamullah aleyha bildiğimiz kimi Hazreti Resulullah sallallahu aleyhi ve aleyhi ve sellemin hayat yoldaşıdır. Hanım Xədicə salamullah aleyha Kur'an'ın təyid və təsdiqinə görə müminlərin anasıdır. Hazreti Xədicə salamullah aleyha İslamı ilk qəbul eləyən xanımdır. Hazreti Xədicə salamullah aleyha Hazreti Resulullah sallallahu aleyhi ve aleyhi ve sellemin en büyük arxa dayaqlarından ve köməklərindəndir. Salam aleykum. Hazreti Xədicə salamullah aleyha yaranış aləminin qadınlarının 4 ən fəzilətli qadınından biridir. Hazreti Xədicə salamullah aleyhanın barəsində o qədər böyük fəzilətlər deyilib ki, bəzən insanın adi halda bunu qəbul eləməsi çətin olur. Məsələn, biri bildiyiniz Hazreti Cəbrail aleyhissalamın Hazreti Peyğəmbərə nazil olan vəhiy gətirən vaxtlarında Allah'tan xanım Xədicəyə salam gətirməsidir. Hər dəfə ki Hazreti Cəbrail nazil olardı, Allah'tan xanım Xədicəyə salam gətirərdi və deyirlər həmişə Hazreti Cəbrail bu cür deyərdi: Allah xanım Xədicəyə salam deyir, ya Resulallah, xahiş eləyirəm Allah'ın salamının yanında mənim də salamımı xanım Xədicəyə çatdır. Təsəvvür edirsiniz? O qədər yüksək bir məqamdır. Hazreti Cəbrail onun Allah dərgahında, Allah baxışında, Allah nəzərində hansı səviyyədə olduğunu görür deyə özünün salamının ona çatması üçün xahiş eləyir. Başqa bir hədis deyir ki, Hazreti Xədicə salamullah aleyha o xanım idi ki, Peyğəmbər buyurdu, Allah hər gün ərzində bir neçə dəfə xanım Xədicə ilə mələklərin arasında fəxr eləyir. Mələklərlə danışanda gündə bir neçə dəfə xanım Xədicəyə fəxr eləyir. Və mələklərə bir gün Həzrəti Adəm əleyhissalam yaranmamışdan qabaq verdikləri sualın cavabın gündə bir neçə dəfə xanım Xədicə ilə verir. Bilirsiniz o qəziyyəni.
Allah ki buyurdu, inni cailun fil arzi xəlifə, mən yer üzünə xəlifəmi qoyuram, ki Həzrəti Adəm idi. Mələklər etiraz elədilər. Ətəcəalu fiyha mən yəfsidu fiyha və yəsfikud dima. Allah, orada elə bir insanı sən qoyursan ki, gəlsin orada qan töksün və fəsad eləsin. Nəhnu nusabbihu bihamdik və nuqaddisu lək. Nə edirsən bu adamı yaradıb? Biz sənə zikr deyirik, şükür eləyirik, təsbih eləyirik. Da bu əlavə Adəmin xilqətinə nə ehtiyac var ki, yer üzündə bunu qoyasan? Gəlib qan tökəcəklər və fəsad eləyəcəklər. Söhbət orada Həzrəti Adəmin öz vücudundan getmirdi. Həzrəti Adəmin nəslinin törətdiklərindən gedirdi. Ki bəzilər deyirlər, mələklərin etirazı bu baxımdan idi ki, Allah bunlara gələcəkdə baş verənləri göstərmişdi, deyirdilər. Niyə? Günah eləyənləri yer üzünə qoyursan. Bəzi nəzərlər də deyir ki, Həzrəti Adəmdən qabaq bəzi insanlar yaşamışdılar və onlar bir-birin qətlə yetirməklə məhv eləmişdilər. Mələklər də bunu görmüşdülər. Ona görə dedilər ki, Allah, bunlar da elə həmən insanlandırlardı, yenə bir-birinin qanını tökəcəklər. Bunları niyə qoyursan yer üzünə? Allah orada bir söz dedi. Buyurdu ki, inni a'lamu ma la ta'lamun. Mən bir şeylər bilirəm, bəzi şeylər bilirəm ki, siz onları bilmirsiniz. Yəni mənim Həzrəti Adəmi yaratmağımda, Həzrəti Adəmi yer üzündə xəlifə eləməyimdə bəzi səbəblər var ki, Həzrəti Adəm özü vasitəçidir onlar üçün. Ondan sonra mələklər dedilər, la ilmə lənə illə ma allamtana. Bəli Allah, bizim bilmədiklərimiz var. Təbii ki, sən deyirsənsə, əgər bildiyin bir şeylər var ki, biz bilmirik, bizim ki, sənin öyrətdiyin bilgidən başqa bir bilgimiz yoxdur. La ilmə lənə illə ma allamtana. Sənin bizə öyrətdiyindən başqa bizim bir bildiyimiz yoxdur. Deyir Allah, orada ki dedi, mən ə'lamu ma, bəzi şeylər bilirəm ki, la ta'lamun, siz bilmirsiniz. Zaman zaman Allah bu sözün mələklər üçün təkrar elədi. Zaman zaman Allah bu sözü təkrar eləyirdi. Bəzi bəndələrini mələklərə göstərəndə. Deyirdi, bax, Həzrət Adəmi yaratdım buna görə. Gəlirdi bir dənə bəndə çıxırdı, elə bir bəndə ki, mələklərə onu ilə fəxr eləmək olardı. Allah deyirdi, bax, Həzrəti Adəmi də yaratdım buna görə. Onlardan biri Həzrəti xanım Xədicə salamullahi aleyhadır ki, Allah gün ərzində Peyğəmbər buyurur, bir neçə dəfə xanım Xədicə ilə mələklərə fəxr eləyirdi. Deyirdi, o ki deyirdi, Adəmi niyə yarattın? Bax, xanım Xədicələrə görə. Bilirsə, bu səhnələr tarixdə çox baş verib. O cümlədən xanım Xədicə salamullahi aleyhanın əziz qızı ki, fəzilətdə anasından da fəzilətlidir, iki dünya xanımlarının seyyidəsi Həzrəti Zəhra salamullahi aleyhanın ibadət məqamlarında da Allah bu sözü təkrar eləyirdi. Çəkirdi ərşin deyir pərdələrin kənara. Həzrəti Zəhra o qədər mehrabda dayanıb ibadət edirdi ki, ayaqlarına qan yığılırdı. Deyir, Allah çəkirdi pərdələri kənara, mələklərə deyirdi, o ki deyirdi, Adəmi niyə yarattın? Bax, buna görə yarattım Adəmi. Həzrəti Zəhranı göstərirdi və Həzrəti Zəhranla mələklərə fəxr eləyirdi. Və hətta hədisdə var, Allah mələklərə əmr eləyirdi. Həzrəti Zəhra ibadət eləyəndə pərdələri çəkirdi, deyirdi, ey mənim mələklərim, baxın bu xanımdan mənə ibadət eləməyi öyrənin. Halbuki o mələklər 1000 illərdir, 100 min illərdir, milyon illərdir ki, Allaha ibadət edirdilər.
Bilirsiniz də, mələklərdə yorulmaq yoxdur. Və mələklər ən çox ibadət eləyən varlıqlardılar. Çünki yorulmurlar. Nə qədər zikir desə yorulmur. Nə qədər səcdə eləsə yorulmur. O qədər ibadət eləyirlər. Hətta Peyğəmbər buyurur ki, Meyraca gedəndə mən müxtəlif ibadətlərlə, yəni müxtəlif zikirlərlə, müxtəlif hallarda ibadət eləyən mələklər gördüm. Cəbraildən soruşdum, Cəbrail, bunlar niyə fərqli hallarda ibadət eləyirlər? Cəbrail cavab verdi, ya Resulallah, bunların gördüyün halları ki var, dəyişməzdir. Qiyamətə qədər eyni halda qalacaqlar. Yəni, bəzi mələklər var, səcdədədirlər, qiyamətə qədər səcdədə qalacaqlar. Bəzi mələklər var, ruku halındadılar, ruku halında zikir deyirlər. Qiyamətə qədər ruku halında zikir deyəcəklər. Bəzi mələklər var, qiyam halındadılar, qiyamətə qədər qiyam halında zikir deyəcəklər. Bəzi mələklər var, qunut halındadılar, qiyamətə qədər qunut halında ancaq zikir deyəcəklər. Bəzi mələklər də var, insanlar kimi, onların hamısını bir yerdə eləyirlər. Məsələn, namaz qılırlar, qiyam da eləyirlər, ruku da eləyirlər, səcdə da eləyirlər, qunut da eləyirlər. Amma bəziləri, bəzi halları var, qiyamətəcən o haldan zikr eləyəcəklər. Bir belə ibadət, bir belə zikir yorulmadan, yəni insanlar ki, mələkləri keçiblər, amma bəzi saylar var ki, mələklərdə çoxdur. İnsanın bəzi keyfiyyətləri ki var, nəfsani, əqlani tərəfləri, nəfsin tapdalanıb, əqlin inkişaf elətdirilməsi mərhələləri var ki, mələki üstəliyir. Yoxsa say baxımından mələklərdə çoxdur. Çünki insan gündəlik normal ehtiyaclarını ödəmək naminə heç bir sutkanı da səcdə eləyə bilməz. Ən uzun səcdələri görmüşük məsumlardan. Məsələn, Həzrəti İmam Kazım əleyhissalam deyirlər, sübh namazını qılırdı, sübhün təqibatını oxuyurdu, hava açılana qədər, gün çıxana qədər. Elə ki, gün başladı çıxmağa, İmam Kazım əleyhissalam gedərdi səcdəyə. Bir də günorta əzanı veriləndə başını qaldırardı səcdədən. Bundan o tərəfəsi yoxdur. Niyə? Çünki insanların normal həyat tərzləri var, ehtiyacları var, tələbləri var ki, bundan çox olmur. Bundan çox olmur. Çünki müəyyən o insanlara aid olan tələblər var. Kəhf surəsinin 110-cu ayəsi, yəni Kəhf surəsinin sonuncu və axırıncı ayəsində Həzrət Peyğəmbərə Allah deyir ki, bu cürdür. Qul innəma ənə bəşərun mislukum. Peyğəmbər, deyinəm, mən də su kimi insanam. Yəni, siz necə yaşayırsınızsa, mən də o cür yaşayıram. Yemək, yatmaq, insani ehtiyaclar. Ona görə bir insan 100 illərlə səcdədə qala bilməz. Aylarla səcdədə qala bilməz. Günlərlə səcdədə qala bilməz. Ortada fasilə verməlidir. Mələklərdə buna ehtiyac yoxdur. Bir üstə bizim dünyəvi ehtiyaclarımız behişdə yoxdur. Mələklər qiyamətəcən sonsuz olaraq səcdə eləyəcəklər. Ruku eləyəcəklər, digər zikirlər, ibadətlər. Buna rağmen, deyir, Həzrət-i Zəhra salamullah aleyha mihrabda dayananda Allah ərşin pərdələrini çəkərdi kənara, mələklərə göstərərdi xanım Zəhra salamullah aleyhanı, deyərdi, ibadət eləməyi ondan öyrənin. 1000 illərlə, milyon illərlə ibadət eləyən mələklər üçün Həzrət Zəhra salamullah aleyha bir dənə müəllimə idi. Onlar üçün bir dənə yol göstərən və hidayət çırağı idi. Təbii də ki, belə olmalı idi. Çünki Həzrət Zəhra salamullah aleyhanın məqamı çox fərqlidir. Həzrət Xədicə salamullah aleyhada o xanımlardandır ki, Peyğəmbər buyurur ki, Allah mələklərin qabağında xanım Xədicə ilə fəxr eləyirdi. Deyirdi, baxın görün,
necə insan yaratmışam. Bir üstə Allah üçün qadın, kişi məfhumu yoxdur. Quran deyir, mən amilə salihən min zəkərin əv unsa. Sizlərdən hər kim salih əməl eləsə, istəyir qadın olsun, istəyir kişi. Onlar Allahla dostdur. Yəni, bu əməli qadın elədi deyə bu dəyəri verirlər, yox. Bu əməli kişi elədi deyə bu dəyəri verirlər, yox. Allah buyurur, mən amilə minkum. Sizlərdən hər kim salih əməl eləsə, min zəkərin əv unsa fərqi yoxdur. Yəni, xanım Xədicənin bir qadınlığına görə yox, bəndəçilik məqamını nümayiş elətdirdiyinə görə Allah mələklərin qabağında onu ilə fəxr edirdi. Deyirdi ki, görün necə bir bəndə yaratmışam mən ki, özün həsr eləyib İslama, özün qurban verib Allahın dininə. Ona görə dedi ki, Həzrət Xədicə salamü aleyha Peyğəmbərin böyük arxa dayağı idi. Baxın, insanların kamillikləri ki var, yəni insanlarda olan kəmalat, kamillik xüsusiyyətləri, kamilliklər, insanları fərqli eləyən dəyərlər. O insani dəyərlər ki var, deyirlər, iki cürdür. İnsan kamilliyinə aid olan məsələlər, deyirlər, iki cürdür. Biri zatidir, yəni qeyri-ixtiyari. Biri ixtiyari və iktisabidir. Yəni, biri çox gözəldir. Yəni, bu üçün bir dəyərdir də, kamillikdir də, imtiyazdır da. O, onun özündən asılı deyil. Bu zati kamaldır. Allah bunu gözəl yaradıb. Allah bunu gözəl yaradıb. Bunun gözəlliyi zatıdır. Bəziləri də var, onlarda olan insani dəyərlər ki var, gözəlliklər ki var, onları zəhmət çəkib qazanıblar. Onları zəhmət çəkib qazanıblar. Özlərində onu aşlayıblar, səxavət kimi, əmanətdarlıq kimi. İnsan özündə aşlayıb bunu ki, mən əmanətə xəyanət eləməməliyəm və olub əmanətdar. Allaha ibadət eləmək kimi, üçün Allah insana ixtiyar verib, heç kimi ibadət eləməyə məcbur eləməyib. İnsan ki, bu yolu seçib ibadət eləyib, olub fərqli bir varlıq. Bir həddəcən ki, kim ki ibadət eləyib, bəndəçiliyini göstərib Allaha, gəlib bir məqama çatıb ki, o bəndəçiliyi nübüvvətin üstəliyib, Peyğəmbərliyin üstəliyib bəzi kişilərin. Zaten də belədir, bir nəfər bəndəçiliyin ispat eləməsə Peyğəmbər ola bilməz ki, gərək sübut eləyə Allah ki, Allah, mən sənin bəndönəm, Allah ona Peyğəmbərliyi verə də. Necə ki, hər gün namazda deyirik ki, bizim Peyğəmbərimiz o insanlardır ki, o insandır ki, bəndəliyin sübut eləyib, sonra ona Peyğəmbərlik verilib. Təşəhhüddə deyirik, və əşhədu ənə Muhammədən abduhu və rəsuluh. Birinci deyirik ki, Həzrət Peyğəmbər Allahın bəndəsidir, sonra deyirik Peyğəmbəridir. Əgər bu kişi bəndəliyini Allaha göstərməsəydi, ona Peyğəmbərlik verilməzdi ki. Bəndəliyini sübut eləməsəydi, ona Peyğəmbərlik verilməzdi ki. Bəndəliyi sübut olmasaydı bunun, o boyda məsuliyyət onun öhdəsinə qoyulmazdı. Birinci bəndəliyini sübut eləyib, ona görə deyirlər alimlər ki, Peyğəmbərin ən böyük imtiyazı, titulu, ən böyük vəzifəsi, ən dəyərli vəzifəsi onun bəndəçiliyi idi. Ki onu qazandı ki, Peyğəmbərlik verildi ona. Və bütün Peyğəmbərlər bu cür olublar. Heç bir Peyğəmbər bəndəliyin ispat eləmədən nübüvvət verməyib Allah ona. Həzrəti İsa'nın dilindən ayə var, oxuyursunuz Quranda. İnni abdullah ataniyəl kitab və cəaləni nəbiyyə. Deyir, mən Allahın bəndəsiyəm ki, Allah mənə kitab verdi.
İncil verdi və məni peyğəmbər elədi. Baxın, birinci bəndəçiliyini deyir Həzrəti İsa. İnni Abdullah, mən Allahın bəndəsiyəm. Buna görə ki, bəndəsiyəm, bəndəçiliyimi göstərdim və bəndə kimi özümü apardım, Allah mənə kitab verdi və üstəlik peyğəmbərlik verdi. Baxın, kitab yiyəsi olmaq və peyğəmbər olmaq bəndəçilikdən sonra gəlir. Bütün peyğəmbərlər bizə olublar. Bəndəçiliklərin sübut eləyiblər, ondan sonra Allah bunlara peyğəmbərlik verir. Odur ki, bəzi o kəmalat ki var, insanı keyfiyyətlər, insanın kamil tərəfləri ki var, bizim termindən desək, o insani dəyərlər ki var, ki insani dəyər, əlbəttə insan kamilliyi üçün bəlkə də desək biraz ucuz düşər ha. Necə ki bugün insan qatillərinin hamısı insani dəyərdən danışır. Sadəcə öz dilimizdə anlam üçün mən dedim insani dəyərlər. İnsani dəyər, yəni insanın kamilliyi. İnsan haçan kamil olur? O zaman ki Allah'ın qabağında nöqsana yol verib naqislik eləməsin. Əgər bir insan Allah qabağında, Allah qarşısında olan bütün günahları yerinə getirirsə, buna necə demək olar ki, bunun insani dəyəri var? O söz də biraz adiləşib, adam bəzən narahat olur. İnsan hüquqlarını o qədər ucuzlaşdırıblar ki, bir heyvanın hüququ bu dəqiqə dünyada insanların hüquqlarından çox qorunur. Tarix boyu bu baş verib, bugün də baş verir. Tarix boyu baş verib, bugün də baş verir. 3 günün içində 10 mindən çox insanı qətl elədilər. Qətliam elədilər, soyqırım elədilər. Bir dənə günahları bu idi ki, onlar şiə idilər. Düzdür, orada qeyri-şiyələr də qətl olunur. Hətta qeyri-İslam dininə mənsub olanlar qətl olunur. Baxın, bugünkü Suriya hadisələrinə, o sahilyanı şəhərlərdə, kəndlərdə baş verən hadisələrə, xristiyanları da öldürürlər. O xristiyanları, o məsihləri ki, bunlara beyət eləmirlər və bunlara amin demirlər. Özləri ki, yalandan, açıq-aşkar yalandan deyirlər, biz əhl-i sünnəyik ki, əhl-i sünnə deyirlər, bunlar əslən insan deyirlər, onlarla beyət eləməyən əhl-i sünnəni də öldürürlər. Amma əllərində əsas şuar bundan ibarətdir. Ələviləri, şiələri, imamını tanıyanları, imaməti qəbul eləyənləri öldürmək lazımdır. Və 3 gündə 10 mindən çox insanı şəhid eləyiblər. İnsan dəyərləri, insani dəyərlər, insan hüquqları, insan hüquq müdafiə mərkəzləri isə onlara dəstək verir. Qırılanlara, ölənlərə, şəhid olanlara, qətlə yetirilənlərə yox. Bütün dünyanın göz qabağında bugün baş verir. Və bütün dünya buna arsızcasına susur. Hələ onlar müdafiə eləyirlər. Bəzi mətbuat orqanları utanmaz deyirlər ki, minlərlə əsədçini bir həmlədə qətlə yetirdi yeni hökumət. Utanın, xəcalət çəkin. Adını da qoyurlar ki, güya onlar dövlət çevrilişinə qalxmışdı. Onlar hökumət əleyhinə qalxmışlar. Hansı hökumət, hansı dövlət? Şiyələrin soyqırımı gedir. Bunu deyə bilmirsiniz. Adın qoyublar, minlərlə əsədçilər öldürüldü, qətlə yetirildi. Niyə? Çünki onları idarə eləyən ağa babaları deyir ki, bu cür deyin. O insani dəyərlərdən danışan ağa babaları, insan hüquq müdafiəsindən danışan ağa babaları deyirlər ki, bu cür deyin ki, bunlar təqsirkardılar, bunlar dövlət əleyhinə qalxıblar, bunlar ixtişaşçıdılar və bunlar öldürməliydilər. Biz dedik, eşitmədilər, məcbur olduq, biz də öldürdük. Halbuki əsl həqiqət bu deyil. Əsl həqiqət budur ki, bunlar
imaməti qəbul eləyiblər, vilayəti qəbul eləyiblər. Həzrət Əmir əl-Müminin Əli ibn Əbi Talibin imamətinə qaildilər. Bunların bundan başqa günahı yoxdur. Necə ki zaman zaman tarix Əli ibn Əbi Talib əleyhissalamın imamətini qəbul eləyənlərin bu cür soyqırımlarına şahid olub. Amma bunun da bir sonu var. Bunun da bir sonu var. Bu dünyanın xilaskarı Əli ibn Əbi Talibin balasıdır. Bu dünyanı nicat verib, bu zulümdən, fəsaddan, bu qandan qadadan qutaran Əli ibn Əbi Talibin balasıdır. Gələcək o bir gün. Buna şəkki şübhə yoxdur. Və bugün yalandan, pulla xəbər yayanlar, informasiya yayanlar, günahsızları günahkar çıxardanlar cavab verəcəklər onun qabağında. Hamısı hüquqdan danışır, dəyərdən danışır. Amma dəyərlər tapdalanır, baxılan yoxdur. Körpə-körpə uşaqlar öldürülür, yüzlərlə. Baxın, bütün dünya barbar bağırırdı. Ondakı istəyirdilər Əsəd rejimini devirsinlər. Deyirdilər ki, insanlara zülm eləyir. Bəli, zülm eləyirdi. Mənim məqsədim Əsəd rejimin müdafiə eləmək deyil. Nə zalim varsa Allah hamısına lənət eləsin. Bəli, insanlara zülm eləyirdi. İnsanları incidirdi. Amma bu məlunlar, bu şərəfsizlər, bu dinsizlər 3 aydır Suriyaya gəliblər. Əsəd rejiminin 50 ildə eləmədiyi cinayətləri ediblər 3 ayda. Bəs hara baxır bu dünyanın insani dəyərlərindən danışanlar? Demir düz pisdir Əsəd. Demir düz Əsəd rejimi pisdir. Bəli, pissə biz də pis deyirik. Deyir düz buna görə ki devirə söz. Devir düz. İndi bir nəfər gəlib. Pis dediyiniz rejimin 50 ildə elədiyindən artığını eləyib 3 ayda. Niyə demirsiniz pisdir? Çünki öz tulovuzdur, öz muzduruvuzdur, öz əlaltımızdır, öz nökərivizdir, öz pulumuzdan hazırlayıb göndərdiyiniz silahdaşımızdır, qatilivizdir, killerivizdir. Ona görə ona pis demirsiniz. Və qabağınıza məqsəd qoymusunuz. Kim Əli ibn Əbi Talibin imamətini qəbul eləsə öldürəcək. Açıq aşkar deyirlər. Gördünüz də? Çıxdı bunlar. Yayıldı sosial şəbəkələrdə. Sonra mənfur və məlun simaları, komandirləri çıxdılar dedilər, elədiyiniz cinayətləri sosial şəbəkələrdə paylaşmayın. Paylaşmayın. Heç kim də. Allahdan başqa heç kim bilməsin. Yenə yetər. Sosial şəbəkədə paylaşmamaqla günahın yüngülləşəcək, ya yerin möhkəmləşəcək. And ola Allaha taxtını sirkələyirsən sən. And ola Allaha rəhbərin dediyi olacaq. Qısa zamanda necə ki artıq başlayıb o deyilənlər və diaqnozlar həyata keçməyə. Heç kim bilməsin, heç bir sosial şəbəkədə paylanmasın. Onda sən güc tapacaqsan, qüvvət tapacaqsan, ömrün uzanacaq, mümkün deyil bu. Əslən, eybi yoxdur, mövzudan qırağa da çıxsaq eybi yox. Mollaların adətidir. Xanım Xədicə salamullah əleyhanın vəfatıdır da, sizə bir dənə söz deyim. Tarixin xanım Xədicə salamullah əleyhaya. Tarixin. Bunu müsəlmanlar, təbii ki eşidən müsəlmanlar, Huzzar-ı Muhtərəmi demirəm. Qulaqların yaxşı açıb eşitsinlər. Tarixin xanım Xədicə salamullah əleyhaya elədiyi zülümlərin də səbəbi bundan ibarətdir ki, Əli ibn Əbi Talibi sevib xanım Xədicə. Peyğəmbərin çətin günlərində yanında xanım Xədicə. Peyğəmbərin sirdaşı xanım Xədicə. Peyğəmbərin ən çox sevdiyi xanımı xanım Xədicə. Allahın Peyğəmbərin xanımları içində ən çox sevdiyi xanım, xanım Xədicə. İslamın dayağı xanım Xədicə. İlk iman gətirən xanım Xədicə. İslamı pulu ilə yaşadan xanım Xədicə.
Peyğəmbər buyurdu, Əlinin qılıncı ilə Xədicənin pulu İslamı diriltdi, İslamı yaşatdı. Şeyb-i Əbi Talibdə ac qarnına Peyğəmbərlə çiyin-çiyinə 3 il yaşayan xanım Xədicə, bütün var dövlətini İslama bağışlayan xanım Xədicə, Peyğəmbərlə ailə quran kimi, ya Rəsulallah, onda Peyğəmbər də öyleydi, mən bu ibarətlə deyirəm, Peyğəmbərə adı ilə müraciət elədi. Dedi ki, filani, Peyğəmbər, ya Muhammed, bilirsiniz də, Peyğəmbərlə ailə qurana qədər Həzrəti Rəsulullah xanım Xədicənin işçisi idi. Xanım Xədicənin ticarət karvanlarını idarə eləyirdi. Xanım Xədicənin ticari işlərinə baxırdı. Elə ki, ailə qurdular, Peyğəmbərə dedi, bugündən sən ağasan bu evdə, mən də sənin kənizün, mən və mənim olanların hamısı sənin ixtiyarındadır. Rəhbər müəzzəm bir dənə fəzilət çıxardıb tarixdən xanım Xədicə üçün, Allah ömrünə bərəkət versin. Deyir, xanım Xədicə Peyğəmbərin bütün xanımlarından fəzilətlidir. Niyə? Deyir, xanım Xədicə bir zaman da Peyğəmbərlə ailə qurdu ki, Peyğəmbərin şanı, şöhrəti, varı, dövləti, Peyğəmbərliyi yox idi. Bu biri xanımlar isə Peyğəmbərlə o zaman ailə qurdular ki, Peyğəmbərlə ailə qurmaq üçün xanımlar növbəyə dayanmışdılar. Bilirsiniz, o ayə nazil oldu ya ki, hər bir xanım özünü Peyğəmbərə həyat yoldaşı eləməyə ixtiyar sahibidir. Və Peyğəmbər ixtiyar sahibidir ki, o xanımlardan kimi istəsə ailə qursun. Quran ayəsidir. Onda hər xanım istəyirdi Peyğəmbərlə ailə qursun. Niyə? Söhbət Peyğəmbərdən gedir. Allah bir dənə imtiyaz göndərib ki, hansı xanım istəyir Peyğəmbərlə ailə qursun. Orada Peyğəmbərlə ailə qurmaq təbii ki, asandır. Amma xanım Xədicə Peyğəmbərlə bir zaman ailə qurdu ki, hamı ondan qaçırdı. Ən çətin vaxtları idi. Xanım Xədicənin adı tarixdə o bir xanımlar qədər çəkilmir. O xanımları ki, Peyğəmbərin, xanım Xədicənin Peyğəmbərə, Allaha, Allahın dininə göstərdiyi xidmətin 1%-ni göstərməyiblər. Bəzi xanımları, maşallah, çox geniş təbliğ edirlər, Ummul Müminin deyə. Heç xanım Xədicə yada düşmür. Niyə? Çünki xanım Xədicə Həzrət Əliyə tərbiyə verib. Bir üstə xanım Xədicə 12 imam anasıdır. Ona görə xanım Xədicənin adı çəkilmir. Ustadlardan biri danışırdı, deyir, xanım Xədicə salamlı aleyha ilə bağlı kitab yazırdım. Getmişdim rəhbər müəzzəmin huzuruna. O ustad ki, bizim ustadımız Hacı Ülfət ustadı olub. Ustad Rəfi'i. Mən o ağadan eşitmişəm. Deyir, getmişdim ağanın yanına, deyirdim ki, mən xanım Xədicə salamlı aleyha ilə bağlı kitab yazmaq istəyirəm və İstəyirəm ki, xüsusi bir məclislər qoyaq xanımın adı ilə filanda. Xanım da adı xanım deyil ki, bu ağa rəhbərə deyir, bu ustad. 11 imam anasıdır. Deyir, mən ki, dedim 11 imam anasıdır. Ağa dedim, mən ki, ay Rəfi'i, niyə 11? Elə 12 imam anasıdır. Məgər Həzrət Əlini xanım Xədicə tərbiyələndirməyib? Məgər Həzrət Əlini xanım Xədicə böyütməyib? Deyir, dedi, niyə 11 imam deyirsən? Xanım Xədicə 12 imam anasıdır. Buna görə xanım Xədicənin adı tarixdə az çəkilir. O biri xanımları önə çəkirlər. Ummul Müminin, Ummul Müminin. Amma həqiqətən Ummul Müminini önə çəkən yoxdur. Niyə? Çünki vilayətlə bağlılığı var. İmamətlə bağlılığı var. Harda imamətin adı varsa, orada haqsızlıqlar baş verir. Orada zülm baş qaldırır. Onu həzm eləyə bilmirlər. Baxın, Quranda Həzrəti Məryəmin adına surə var, yoxdur? Var. Həzrəti Məryəmin adı neçə dəfə ayələrdə çəkilib, çəkilməyib? Çəkilib. Digər surələrin ayələrində də çəkilib.
Tək Məryəm surəsində deyil. Bir dənə də bütöv surə bu xanımın adınadır. Hə? Heç kim heç nə demir ki. Bir dənə Qur'anın ən balaca surəsi var. 3 ayədən ibarətdir. Kevsər surəsi. Buna görə ki, Həzrət Zəhra salamü əleyhanın barəsində nazil olub. Həzrət Zəhranın adını çəkən kimi daş düşür bəzilərinin başına. Həzrət Məryəmin adına surə gəlib heç kimi etiraz eləmir. Həzrət Məryəmin adına bütöv surə var, heç kimi etiraz eləmir. Ayələrdə adı çəkilir, heç kimi etiraz eləmir. Deyəndə Kevsər Həzrəti Zəhra adı daş düşür başlarına. Niyə? Çünki bunun axırı gedir imamətə bağlanır. Harda imamətin adı varsa, bunlar narahat olurlar. Xanım Xədicə salamü əleyhaya tarixin elədiyi zülümlərdən biri budur ki, istəyiblər həmişə onu o beqoli kəmrəng eləsinlər. Çox göz qabağında görükməsin, gizlətsinlər. Biraz o barədə az danışsınlar. Halbuki İslamın bütün zəhmətlərində Peyğəmbərlə şərikdir. Bütün zəhmətlərində. Bilirsiniz, xanım Xədicə bir həddə çatmışdı ki, eybi yox da o bəzi məsələlərə dedik. O kamalat ki var, insan kamillikləri ki, bəzisi zatıdır, bəzisi zəhmətlə əldə olunur, qazanılır. Hədis deyir ki, xanım Xədicədə bunların hamısı var idi. Həm zatən kamil idi, zatən gözəl idi, yəni yaranışdan, özündən asılı olmayan kamallar var idi bunda. Həm də insana lazım olan zəhmətlə çalışılıb əldə olunan kamallar var idi Həzrət Xədicədə. Hədis buyurur ki, kanət min əhsənin nisa. Xanım Xədicə ən gözəl qadın idi. Cəmalən, gözəllik baxımından. Bəğ dediyi bunlar özündən asılı deyil insanı. Allah birini gözəl yaradıb. Deyir xanım Xədicə həm zatı kamilliklərə malik idi. Deyir min əhsənin nisa. Xanım ən gözəl qadın idi. Cəmalən, camal baxımından. Və əkməluhunnə əqlən. Xanım ən ağıllı qadın idi. Və ətəmmuhunnə rəyən. Və ən normal və kamil və tam düşünən idi düşüncə baxımından. Baxın xanım Xədicə necə tanıtır bizə. Deyir həm gözəl idi, həm ağıllı idi, həm düşüncəli idi. Bunu heç kim demir. Niyə? Üçün imamətlə bağlılığı var. Həzrət Əli ilə bağlılığı var. Həzrət Əli əleyhissalam deyir, Rabbətniyəl Xədicə, xanım Xədicə mənə tərbiyə verdi. Bu kifayət eləyir xanım Xədicəyə zülm olmaq üçün. Çünki Həzrət Əli ilə əlaqə var orada. Əgər bir nəfərin Həzrət Əli ilə əlaqəsi varsa, dünya zalimləri ona hürməlidirlər. Hədis deyir, xanım həm ağıllı idi, həm düşüncəli idi, həm də çox gözəl idi. Da o digər xüsusiyyətlər ki var idi, heç onlara çatmadıq, qalsın. Amma həqiqətən insaf yaxşı şeydir. Peyğəmbərin hədisi var, o məşhur hədis, hamımız əzbərdən bilirik hədisi. Peyğəmbər buyurur ki, insaf dinin yarısıdır. Əl-insaf nisvuddin də hədisdir də. İnsaf dinin yarısıdır. Həqiqətən gərək bəzi dırnaq arası müsəlmanlar heç olmasa Peyğəmbərin hədisinə əsasən insaflı olsunlar. Bəzi şəxsiyyətlər barədə. Baxın, tarixin ən dəyərsiz, şərəfsiz insanlarından biri İbn Teymiyyədir. Xüsusilə imamətin qəddar düşmənlərindən, Şiə məzhəbinin qəddar düşmənlərindən İbn Teymiyyədir. İbn Teymiyyə o alçaqlığı ilə xanım Xədicə barədə yazır ki, xanım Xədicə çox ağıllı qadın idi, çox uzaq görən qadın idi, çox dərin düşüncəli qadın idi.
ki peyğəmbər peyğəmbərliyə çatmamışdan 15 il öncə onda peyğəmbərlik nurun hiss eləyirdi. Bugün özünə müsəlman deyənlər ən azından İbn Teymiyyə qədər insaflı olsunlar bu məsələdə. Xanım Xədicənin fəzilətlərin görməzdən gəlməsinlər. Buna görə ki, imamətlə bağlılığı var. Həqiqətən xanım Xədicə salamullahi aleyha peyğəmbərin, Allahın və Allahın dininin, Allahın kitabının təbliğində, yayılmasında, yaşamasında maksimal xidmət eləyib. Maksimal xidmət bir üstünədir. Bunu da deyim, tamam. Haza 2-3 dəqiqəmiz var vaxtda. İsar. Xanım Xədicə İslam yolunda isar olub, isargər olub. Yəni isar eləyib. İsar nədir? Bir var İslamda infaq, bir var isar. İsar yəni özündən keçmək, özünü unutmaq, özünü düşünməmək, özünü fəda eləmək. İnfaq ehsandır. Bax belə lori. İnfaq bilirsiniz nədir? 2 stəkan su var, mənim ixtiyarımda, mənimdir. Səhranın düzündə gedirik, məsələn, el var, dədə suzuyub. Bir stəkanını veririm onu. Bu infaqdır. Yəni ehsan elədim. Bir stəkanını verdim ona, bir stəkanını da özüm içdim. İsar nədir? Gedirik səhrada, bir stəkan suyumuz var. Məndə susamışam. El var, dədə də susuyub. O bir stəkanı verirəm ona, özüm içmirəm, özümdən keçirəm. Bu infaqdan çox yuxarıdır. Hədisdə var, Əl-İsar min a'ləl fədail. İsar fəzilətlərin fəzilətlisi və əlasıdır. Xanım Xədicə İslam yolunda İsar eləyib, infaq yox, özündən keçib, canından keçib, malından keçib, hər şeyindən keçib. Bilirsiniz də, tarix və təqvimlər xanım Xədicə barədə nə yazırlar? Bunu deyim, tamam. Doğrudan tamam. Xanım Xədicənin vəfatı, düzdür? Bir nəfər alimlərdən kitab yazmışdı, viladətdən şəhadətə, xanım Xədicənin həyatı barədə. Deyirlər, Ayətullah Cəfər Sübhani bunu təyid elədi. Dedi, bəli, xanım Xədicə vəfatı sözü ki var, vəfat deyil, şəhid olub xanım Xədicə. Şibi Əbi Talibdə 3 il ərzində gördüyü zərbələr və sədamat nəticəsində. Orada çəkdiyi zülümlər nəticəsində. Və icazə verdi ki, kitabın adını bu cür qoysunlar. Viladətdən vəfata yox, viladətdən şəhadətə xanım Xədicəni şəhid elədilər Peyğəmbəri müdafiə elədiyinə görə, Həzrət Əlini müdafiə elədiyinə görə. Və bugün Həzrət Rəsulullah üçün həqiqətən ən ağır günlərdəndir ki, hicrətin bu ilində həm xanım Xədicə dünyasını dəyişmişdi, həm Həzrət Əbu Talib dünyasını dəyişmişdi. Peyğəmbər bu ilə qəm ili adı verdi. Amul Huzn, qəm ili adı verdi. Allah öz Allahlığına xatir bizi xanım Xədicə salamullahi aleyhanın yolunda sabit qədəm eləsin. Ki, xanım Xədicə salamullahi aleyhanın yolu bir cümlədə xülasə eləsək budur. İslam üçün hər şeyindən keçməyi bacarmaq. Allah bizi hidayət elədiyi yolda sabit qədəm eləsin.